Bölgə TV-də sosial imkanlar, sağlam gələcək. İlk mövzu kitabdır. Kitab bir dünyadır. Kitab oxumaq isə dünyanı seyr etmək, ruhən zənginləşməkdir. Kitab cəmiyyəti formalaşdıran, sağlam gələcəyi inkişaf etdirən bir vasitədir. Bəs bu gün müasir gənclik bu haqda nə düşünür? Oxuyuram onlardan. Machiavelli'nin kitabları var, onlardan oxumuşam. Prens adlı bir dənə kitab var, o oxumuşam. Sonra Harry Potter'in bir-iki kitabı var, o da oxumuşam. Belə kitabları arada marağım olur, onları elə bir ki oxumuyuram, hobi kimi. Çox maraqlıdır, yəni tövsiyə edirəm ki, amma oxuya bilər də. Xeyr, mənim marağım yoxdur, elə də. Demək olar, vaxtım yoxdur. Ona görə oxumam. Bəs boş vaxtlarında nə ilə məşğul olursunuz? Boş vaxtlarımda elə ki, mən aşbazlıqla məşğul olum. Daha çox evdə, daha çox yemək yad pişirəm, nə tər deyim, kursun adına hazırlaşıram. Kitab oxuyuruq, həvəsimiz var, indi arada oxuyuruq. Vaxt olanda, nə bilim, işlərdə çoxdur vaxt olanda. Hansı kitablar oxumusan? Kitablar, çox roman kitablardadır oxuyuram arada bəli. Bəli, hərbi xidmətdən təzə gəlmişəm, hərbi xidmətdə oxuyurdum. İndi də ki, hələ ki vaxt yoxdur, inşallah oxuyacam. Hansı kitablar oxumusunuz? Nizami Gəncəvini oxumuşam. Marağım var, inşallah oxuyacam. Təəssüflər olsun ki, bugünkü gün kitaba olan meyl və maraq sürətlə zəifləyir. Elmi araşdırmalar göstərir ki, kitab oxumaq beyin hüceyrələrini möhkəmləndirir, psixoloji və zehni yorğunluq aradan qaldırır. Kürdəmir Gəncəyevinin əməkdaşı Cəmilə Məmmədova, biz Kürdəmir Gəncəyevi olaraq mütəmadi olaraq ayda bir dəfə gənclərimizlə birgə kitab müzakirələri keçiririk. Həmin kitabları gənclərimiz özləri seçirlər və oxuduqdan sonra gəlirlər Kürdəmir Gəncəyevində birgə müzakirə edirik. Bəzən fərqli qatmaq üçün biz ziyalılarımızı dəvət edirik ki, onlarla birgə müzakirə edək. Burada əsas məqsədimiz ondan ibarətdir ki, gənclərə kitab oxumağa həvəs yaradaq və bir mövzuya fərqli aspektlərdən baxmağa öyrədək. Həmçinin öz fikirlərini bildirərək kitab haqqında artıq nitq qabiliyyətlərini daha yaxşılaşdırmış olurlar. Ola bilər ki, bəzən hansısa kitabı tapmaqda çətinlik çəkək. Bu zamanda biz elektron formada gənclərimizə göndəririk həmin kitabları və birgə yenə də müzakirə edirik. Unutmayaq, kitab təkcə bilik mənbəyi deyil, həm də mənəvi və əxlaqi keyfiyyətlər aşlayan ən yaxın dostdur. Kitabları ağıllı telefonlar əvəz edir, yəni əvəz edə bilirmi? Hal-hazırda indiki gənclərin fikri, zikri telefondadır. Onların kitab oxumağa nə həvəsi var, nə də ki, kitabxanalar az saydadır. Şəxsən mən olduğum yerin ərazisində bir kitabxana var. Orada da uşaqların sayı yoxdur, görünmürlər.
kitabı telefon əvəz eləyə bilməz. Əlbəttə, kitaba elə belə demirlər ki, bilik mənbəyi. Uşaqlar oxumalıdır, mütaliə eləməlidir, elmin artırmalıdır, dünyanın xəbərlərin, keçmişin, gələcəyin bilməlidirlər. Nə demək olar ki? İndiki uşaqların fikri ancaq telefondadır. Telefon da kitabı əvəz edir. Əgər texnologiya kitabları əvəz etsəydi, texnologiyanın inkişaf etdiyi dünya ölkələrində kitab hədiyyə etmək adətləri saxlanılmazdı. Müstəqillik əldə edildikdən sonra kitabxana ilə bağlı dövlət proqramı hazırlandı. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin imzaladığı qanunla deməli mərkəzləşdirilmiş kitabxana sistemi yaradıldı. O vaxt demək kitabxanalar birləşdirildi. Bir deməli sistem ətrafında birləşdirildi. Şəhərdə olan kitabxanalar, rayonda olan kənd kitabxanaları artıq filiallara çevrildilər. Bu yenilik də ona ibarət idi ki, kitabxanaların deməli idarə olunması daha da təkmilləşdirildi. Nuriyeva Aynurə elektron informasiya texnologiyaları üzrə mütəxəssis. Aynurə xanım, bu gün kitabxana olaraq hansı fəaliyyətləri həyata keçirirsiniz? Bugün Kürdəmir rayon mərkəzi kitabxanası olaraq fəaliyyətimiz oxuculara mütəmadi olaraq xidmət göstərməkdir. Kitabxanamızın özünə görə yəni oxucular var. Əsas da məqsədimiz gənclərə xidmət eləməkdir. Müasir dövrümüzdə məsələn bizim kitabxanalarda bir çox layihələr keçirdirik ki, gəncləri kitabxanalarımıza cəlb eləyək. Məsələn, müəyyən yaradıcılıq gecələri keçirilir, tədbirlər keçirilir. Şagirdlərlə görüşlər keçirdirik. Onlarla maraqlı oyunlar təşkil edirik. Məqsəd onları kitabxanaya cəlb eləməkdir. Onların marağına, zövqünə uyğun hər hansı bir fikir irəli sürməkdir. Düzdür, müasir zamanda müasir gənclərin bir balaca fikri kitablardan yayınıbdır. Bunun da səbəbi əsasən texnologiyalardır. İnternet, sosial şəbəkələr üzərində olan oyun platformaları. Amma burada elə bil ki, bizim elektron kitabxanalar da artıq fəaliyyətə girir və burada gənclərə kömək göstərir. Elektron kitabxanaların da fəaliyyəti burada ondan ibarətdir ki, yəni artıq gənclər heç bir çətinlik çəkmədən, vaxt itkisi olmadan, kitabxanaya getmədən elektron şəkildə müraciət edirlər, istədikləri hər hansı bir kitabı əldə edirlər. Kitabdan uzaqlaşdıqca özümüzdən, sözümüzdən, izimizdən belə uzaqlaşırıq. Məktəblərdə məsəl üçün o vaxt kişi müəllimlər çox idi. İndi getdikcə o müəllimlərin sayı azalıb. Hamısı qadın xeyirlaqlarına əksəriyyət müəllimlər gedir. Kişi xeyirlaqları ali məktəbə məsəl üçün də girmək istəmirlər. Düzdür, girənlər var, amma qabaq məsəl üçün bizim dövrümüzdə Politexnik institutlarına, nə bilim, maliyyə kreditdə hamısına kişi xeyirlaqları özümüz gedirdik, imtahan verirdik. Bizi söz-söz, cümlə-cümlə böyüdən, insani keyfiyyətlərlə, saf düşüncə və hisslərlə kamilləşdirən kitabı heç bir müasir texnologiyanın əlimizdən almaq fikri yoxdur. Tofiq müəllim, bugünkü gənclərin kitaba meyl və marağı hansı səviyyədədir? Mən deyərdim ki, müasir gəncliyimizdə müsbət cəhətlər çoxdur. Yəni dövrə görə, dövrün hadisələri mənimsənməyinə görə yəni imkanları genişdir. Çünki aldığı məlumatlar, müəyyən vasitələrlə əldə etdikləri məlumatlar onlara xeyli zənginlik gətirir. Amma mən deyərdim ki, kitaba olan meyl isə azalıb. Bu da ona irəli gəlir ki, artıq elektron versiyalar, telefonlar, elektron versiyalar bu işi bir növ arxa plana çəkməyə məcbur olub. Amma buna baxmayaraq, mən deyərdim ki, gənclərin kitaba cəlb olunması üçün, uşaqların, gənclərin kitaba cəlb olunması üçün yeni metodlar axtarıb tapılmalıdır ki, uşaqlar kitabı sevsinlər. Nə qədər ki, kitabdan uzaq qalacağıq, ideallarımız dahilər, qəhrəmanlar deyil, dırnaqarası qəhrəmanlar olacaq. Romanlar oxuyurduq, məsəl üçün.
dastanlar oxuyurduq, onları təbriq edirdik. Onlarda olan qəhrəmanlara çalışırdıq ki, biz də eləncə olaq. Onları xəyalımızda canlandırırdıq ki, bunlar necə olub. Məsəl üçün Qaçaq Nəbi belə adamlara oxşamaq istəyirdik. Bütün sosial imkanlar sağlam gələcək üçün bir körpüdür.